Uşaqlar, hər vaxtınız xeyir. Bilirsiniz ki, artıq şairlərin yaradıcılığından imtahana düşür. Yəni yaradıcılıqları mən sizə qısa-qısa izah eləyəcəm. Nizami Gəncəvidən başlayırıq. Nizami Gəncəvi qədim dövrdə yazıb yaratmış sənətkar idi. Fars və ərəb dillərində yazıbdı. Deməli, fars, ərəb dilində lirik və epik növdə yazmışdı, iki növdə. Əruz vəznində yazıb, heca vəzni bizə yeni orta dövrdə gəlib çatıb. Nizami Gəncəvi isə qədim dövrün sənətkarı idi. Yaradıcılığa lirik şeirlə başlayıbdı və əsərlərini qədim dövrdə, ümumiyyətlə qədim dövrdə nəsrlə yazmaq yox idi. Bu dövrdə əsərləri nəzmlə yazırdılar. Lirik şeirdən ibarət divanı olsa da bizə tam şəkildə gəlib çatmayıb. İndi baxaq, Nizami Gəncəvidən bizə gəlib çatan 120 qəzəl, 30 rübai, 6 qəsidə olubdur. Nizami Gəncəvi daha çox xəmsəsi ilə tanınıbdı. Onu bizə tanıdan xəmsəsi olub. İlk onun xəmsəsinə Sirlər Xəzinəsi poeması daxil idi. 1174-cü ildə yazılmışdır. Burada mövzu nə idi? Ümumiyyətlə burada mövzu ədalət ideyası idi. İnsan ləyaqətinin ucalığı, əməyə, elmə, sənətə hörmət ön plana çəkilmişdi. Və yadınızda qalsın ki, dedik Nizami Gəncəvi həm lirik, həm epik növdə yazıbdı. Onun lirik şeirlərlə epik əsərləri, yəni poemaları bir-biri ilə səsləşir. İkinci onun yazdığı Xosrov və Şirindir 1181-ci ildə yazılmışdı. Və burada da əsas mövzu nə idi? Dövlətin ağıl və ədalətlə idarə olunması idi Xosrovun simasında. Qadın ləyaqətin ucalığı Şirinin simasındaydı. İnsan qüdrətinə inam, sənət və sənətkara məhəbbət. Baxın, Nizami Gəncəvinin poemaları fars dilində qələmə alınıbdı və Sirlər Xəzinəsinin özü də digər poemalardan fərqlənirdi. Çünki burada 20 məqalə və 20 hekayətdən ibarət idi. Deməli, baxın, haqqında olanlar necə yadda saxlansın? Poemanın məqaləti idi. Haqqının qısı, məqalətin qısı. Amma digərləri hekayə idi. Nüşravan və Bayquşların söhbəti, Sultan Səncər və Qarı, Zalım Padşah və Zahidin dastanı. Bunlar hekayə idi. Amma insan mərtəbəsi haqqında məqalət, ədalət və insafı gözləmək haqqında isə bunlar məqalətlər idi. Daha sonra gəlirik Nizami Gəncəvinin 3-cü poeması Leyli və Məcnun poeması idi. Ərəb əfsanəsi əsasında qələmə alınmış poemalarından biri idi. Burada da buxova çevrilmişdi. Qadınların boyunda sanki buxov vardı. Leylinin sevmək, sevilmək hüququ yox idi. Hüquqsuz vəziyyətdə yaşayırdı. Burada ağıllı, zəkalı gənclərin zəmanə insanın mənəvi azadlığına, arzu istəklərinə qələm çəkən tələblər vardı ki, və onlar məhv olsalar da məğlub olmurlar. Çünki onlar öldükdən sonra qovuşurlar. 4-cü poema 7 və Gözəl poeması idi. 1197-ci ildə qələmə alınmışdı. Burada ölkə necə idarə olunmalıdır? Ölkədə bütün insanları əhatə edən ədalət necə qurulmalıdır? Mövzu bu idi. Sonuncu olaraq isə bu 7 gözəldə Bəhramcurun həyatı nəzmə çəkilmişdi. 7 gözəldə, yəni Sasani hökmdarı Bəhramcurdan danışırdı. Bəhram şahın həyatını nəzmə çəkmək olmamış, yəni Bəhram şah tarixdə olduğu kimi verilməmiş. Nizami Gəncəvi buna özü istədiyi kimi yanaşmışdı. Deməli, burada poemaların hamısında demək olar ki, və burada 7 gözəldə 7 qızın hekayə danışması, həmin hekayələrin hamısında xeyrin şər üzəri qələbəsi idi. İskəndərnamə 1203-cü ildə qələmə alınmışdı. İskəndərnamə, Şərəfnamə, İqbalnamə olmaqla 2 hissədən ibarət olmuşdu. Nizami Gəncəvi haqqında bu qədər.